Biznes Evon sizə müştərilərinizi asan idarə etmək üçün müştəri bazası təqdim edir. Sizə müştəri bazasının işinizi necə asanlaşdıracağını göstərəcəyəm. İlk öncə Biznes Evona daxil oluruq və sağ tərəfdə olan idarə panelindən müştəri bazasına keçid edirik. Keçid etdikdən sonra siz burada indiyə qədər əlavə etdiyiniz bütün müştərilərinizi siyahı şəklində görə bilərsiniz. Bu müştərilər evini satan mülkiyyətçilər və yaxud da ki, sizə zəng etmiş və ev istəyən insanlar ola bilər və siz onların adını, soyadını, əlaqə nömrəsini, hansı xüsusiyyətə uyğun ev satır, 3 otaqlı gənclikdə evini satır, ipoteka uyğun deyil, bu barədə xüsusi qeyd əlavə edirsiniz. Eləcə də dəyəri nə qədərdir? 300 min tutam ki, dəyərində evini satır və kim tərəfindən yaradılıb, bunları əlavə eləyə bilərsiniz. Eləcə də məsələn Məryəm hansı qiymətə öz kirayəyə ev axtarır və kim tərəfindən yaradılıb, bütün bu məlumatları daxil eləyib öz müştərilərinizi asanlıqla idarə eləyə bilərsiniz və yaxud da ki, sizə bir artıq nömrə zəng edir, nömrəni buraya yazıb hər hansısa bir müştərinizin hansı müştəriyə aid olduğunu, o müştərinin daha ətraflı detallarını axtar işarə eləyərək sadəcə həmin müştərini tapa bilərsiniz və yaxud da ki, ancaq siz tərəfindən yaradılmış müştərilərinizi axtara bilərsiniz. Sizə aid olan, sizin yaratdığınız müştəriləri tapa bilərsiniz. Detallı şəkildə hər hansı bir müştəriyə daxil ola bilərsiniz. Onun məlumatları, adı, soyadı, telefon nömrəsi, müştərinin dəyəri nə qədərdir, yəni nə qədər dəyərli ev axtarır, 300 minə qədər ev ala bilər. 3 otaqlı əla təmirli ev istəyir və burada hər hansı bir əlavə qeydiniz varsa, ipoteka ilə məsələn alacaq, ipoteka ilə alacaq. Bu zaman əlavə bir qeyd yazırsınız və o qeydi əlavə edirsiniz. Artıq bura istənilən qeyd əlavə edə bilərsiniz və yaxud da ki, istəyirsinizsə ki, bu ilkin qeydə düzəliş etmək, bunu da istənilən bir düzəlişləri edə bilərsiniz. Və yaxud da ki, artıq bu müştəri ilə işləmək istəmirsiniz və yaxud da ki, artıq müştəri sizinlə işləmir, həmin müştərini birbaşa silə bilərsiniz. Bizdə müştəri mərhələləri olacaq ki, hansı ki, siz müştərilərinizi daha rahatlıqla idarə edə bilərsiniz silmədən də, lakin bunu gələcək videolarda daha ətraflı izah edəcəm. İlkin əsas burada müştərilərin əlavə edilməsinə gəlin baxaq. Müştəri əlavə et hissəsinə daxil oluruq. Sizə kimsə zəng elədi və o 500-600 manat arası və yaxud 500-700 manat arası kirayə metroya yaxın ev axtarır. Ad soyadını daxil eləyirik. İlqar Hüseynov. Əlaqə nömrəsini daxil eləyirik. İkinci nömrəsi varsa, onu da daxil eləyə bilərsiniz. Hələ ki, təyinata, müştəri mərhələləri, bunlar haqqında sizə daha ətraflı məlumat verəcəm. Dəyəri nə qədərdir? Məsələn, 700 manatlıq kirayə axtarır. Yazırıq kirayə metroya yaxın. Kirayə metroya yaxın. Tutalım tələbələr üçün. İstənilən bir qeydi yaza bilərsiniz ki, bu da sizə bu müştəri ilə işləməkdə çox kömək eləyə bilər. Müştərini yaratdıq. Bu formada İlqar Hüseynov nömrəsi qeyd olundu. Əlaqə nömrəsi, bütün məlumatları buraya əlavə edildi və artıq siz istənilən xüsusiyyətə uyğun olaraq zəngin nömrəsinə görə, adına, soyadına görə və yaxud kim tərəfindən yaranmasına görə seçib onları ancaq həmin müştəriləri görə bilərsiniz.